Ya Allah, salam aleykum YouTube kanalımız izləyiciləri, qardaşlar. 1000 nəfərcə lazımdır. 1000 nəfər. 1000 abunə lazımdır ki, 100.000 olum. Məhəlləni sizə göstərəm. Baxın, məhəllə hamısı asfalt yox. Evlər hamısı səliqəli. Məhəllə geniş. Baxın. Axşamlar bu məhəllə bütün hamısı, belə deyim də sizə, işıqlı məhəllədir. Baxın, gözəl məhəllədir, əla məhəllədir. Deməli, burada dostlar, gözlən adam var. Neçə dəqiqə. Hə, baxın dostlar, adam keçirdi də yine attım pauzaya. Baxın, belə evdir. Baxın məhəlləyə. Məhəlləni görürsünüz, məhəllə geniş məhəllə. Ev də bu ev. Görün məhəllənin necə gözüdür. Baxın. Məhəllənin gözü də konkret olaraq. Çox superdir. Çox əladır. 3 tam, 3 tam. Onda 5 sotun içində. Yəni 3 sot yarımın içində olan evdir. Bir dənə qapılar cıyıldayır. Özünüzə bizdə qış vaxtı nə qədər yağış yağdı. Yağlamaq lazımdır qapını. Baxın, belə evdir. 3 sot yarımın içində. Kupçalı. Həyətində bisetkası var. Evin arxasına keçmək üçün dostlar, evin sağ tərəfindən, sol tərəfindən yer saxlanılıb. Baxın, bu həyətidir. 3 sot yarımdır ya dostlar. Yəni deyim biləsiniz. 3 sot yarımdır, böyük evdir. Baxın, yerdən kürsülü, 6 qaraj və köməkçi otaqlardan ibarətdir. Qapı ayrı, pultla sıx bağlanan darvazası ayrı. Əkin yeri əkilib, yəni saxlanılıb. Bax, sağ hissəsini görsünüz nə boydadır. Sağından solundan evin arxasına keçmək olur. Evi bir sözdən qurqaboy fırlanmaq olur. Bax, bura qarajıdır. Evin qarajıdır. Həyətini buradan da göstərim sizə. Baxın. Ətrafı da məhəlləni də gördünüz də dostlar. Məhəllə hamısı yaşayış yerləridir. Baxın. Buranı da istəsəz bunun kimi tam etdiyib maşını burada sala bilərsiniz. Böyüdür. Geniş evdir, böyük evdir. Əkin üçün də bol boy deyir, məncə bəs edir. İndi evin özünü görəcəksiniz dostlar. Çox böyükdür. Bax, köməkçi otaqlarda göstərim buradan sizə. Bir dəfəlik. Baxın. Burada köməkçi otaqlardır. Pəncərələr görürsünüz dostlar. Şəbəkə, panorama. Baxın məhəlləndə. Buradan da baxın. Hündür evdir də dostlar. Gəldik bura. Bu evin geniş koridorudur. Koridoru çox genişdir. Bax, sizə bununla izah edeyim, baxın. Baxın. Gördünüz. Bu boyda yerə, bax, bu boyda yerə. Şkaf rahat da, yəni nə boyda istəsəz yerləşdirə bilərsiniz. Baxın, koridordakı bax belə. Bina evi tipli. Baxın koridorda. Qapın girəcəyidir. Girəcəyindən gəlirsiniz. Burada 2 dənə otaqdır. Fırlanarıq bura, burada da bir dənə otaqdır. Başlayaq elə bu otaqdan. Bax, burada da bir dənə otaq. Bu evdə yataq otaqlarının demək olar ki dostlar, hamısı böyükdür, hamısı.
Yəni genişdir yataq otaqlarının hamısı. Bir dənə mətbəx göstərim, sonra buradakı otaqların hamısını sizə göstərəcəm. Hamam tualet də odur, lamskası yoxdur. Ümumiyyətlə evin şotçıqdan yandırmamışam işıqları. Bax, bura mətbəxidir. Görün nə boyda mətbəxi var dostlar. Çox böyükdür. Baxın. Bura oldu mətbəxi. Evin mətbəxi. Pəncərələri yenə deyirəm, şəbəkədir, panoramadır. Mətbəxi çox işıqlı eləyir. Qapılar Rusiya qapılarıdır, qəşəng qapılardır. Baxın, burada zalıdır. Geniş zaldır dostlar. Böyük zaldır. Bax, pəncərələr biraz prosta çıxılıbdan, yəni dostlar. Baxın, açdım. Görün necə gözəldir, baxın bura. Görün necə gözəldir. Çox xoşuma gəldi mənim bu məhəllə, bu ev. Baxın dostlar, burada oldu evin zalı. Evin hündürlüyü də hardasa 3.10 olmalıdır. 3.10 hündür evdir. Baxın dostlar, gəldik bura. Burada bir dənə yataq otağıdır. Görürsünüz. Burada dediyim kimi hamam tualetidir. Burada da bir dənə yataq otağıdır. Yataq otaqları dostlar, yenə deyirəm, yəni genişdir. Balaca deyil. Ümumiyyətlə, qapıdan girəndə evin genişliyi, evin, belə deyim də, yəni, qapıdan girəndə adam rahat olur. Koridor dar deyil, mətbəx dar deyil. Yəni, genişdir, rahatçılıqdır. Dostlar, belə 3 sot yarımın içində 4 otaqlı evidir, bu göstərdiyim ev. Sənədi torpağın çıxarışıdır, yəni kubçasıdır. 4 otaq, 3 sot yarımın içində. Qapıya kimi asfalt yoldur. Suyudur, qazıdır, işığıdır, daimidir. Kəsilmək söhbəti yoxdur. Məktəbdir, bağçadır. Avtobus yolda, hamısına da yaxındır. Bir şey ki, məhəlləni göstərdim də başlanğıcda. Gördünüz ki, məhəllə hamısı şeydir, nədir ona, asfaltdır. Qışda ayağımız palçığa heç nəyə deyən deyil. Möhtəşəm evdir, gözəl evdir. 3 sot yarımın içində 4 otaq, kubçalı evdir, torpağın çıxarışı ilə olan evdir. Qiymət 135 mindir. Ünvan Sabunçu rayonu Savalan qəsəbəsidir. Sabunçu rayonu Savalan qəsəbəsi. Əlaqə saxlayarsınız dostlar. Çox əla evdir. Kanalıma da abunə olmağı unutmayın dostlar. 1000 abunədən sonra 100 min oluram. 100 min olun. Çox gözəl təqdimatlar olacaq. Qeyri-adi. Sağ olun dostlar, özünüzdən müğayət olun.